Hər vaxtınız xeyir. Əksərimizin çox səhv yazdığı mürəkkəb adlar haqqında mən sizə danışmaq istəyirəm. Mürəkkəb adlar da söz birləşməsi sayılır, söz birləşməsi şəklində olur. Mürəkkəb adlar xüsusilik daşıyırlar və bu cür nümunələr xüsusi isimlər deyil. Bunlar söz birləşmələridir və sintaksis bölməsində keçirilir. Yazılış qaydaları necə olur mürəkkəb adların? Ad, soyad, Nizami, Gəncəvi, İmaddəddin, Nəsimi, Uzun, Həsən, Şah, İsmayıl, Xətai. Bunlar mürəkkəb addılar. Və yaxud da ki, mürəkkəb adın içərisində xan, qız, oğlu, bəy kimi sözlər işlənəndə bunlar kiçik yazılacaq. Mirzə Fətəli Axundov. Bax, Mirzə öndə gəlib deyə böyük yazılır. Xan qızı Natəvan. Qızı kiçik yazılmalıdır. Süleyman Sani Axundov. Üzeyir bəy. Ortada gəlib kiçik yazılmalıdır. Baxın, oğlu hissəsi kiçiklə yazılmalıdır. Bəs yaxşı, tarixi hadisələrin, dövrlərin, sülalələrin adları necə yazılacaqdır və yaxud da hər hansısa bir abidəni bildirəndə biz sadəcə bunun ilk hərfini böyük yazırıq, digərləri, yəni hadisədir, abidədir, bunlar kiçik yazılmalıdır. Məsələn, döyüş adı böyük yazılacaqdır, döyüşün özü balaca yazılır. Meydan kiçik yazılır, azadlıq meydanı dedikdə azadlıq böyük, dövr balaca, hansı dövrün olması xüsusilik bildirdiyinə görə böyük. Orxan Yenisey böyük, abidə isə kiçik və yadınızda qalsın ki, abidələr dırnaq arasında yazılmayacaqdır. Dövrlər dırnaq arasında yazılmayacaq. Baxın, orta paleolit dövrünün yazılışına diqqət yetirin. Çünki burada dövr orta paleolitdir və ikisi də böyük yazılır. Dövr balaca, son paleolitdir, dövr balaca yazılmalıdır. Ölkələrin, muxtar respublika, vilayət, diyarların, rəsmi adların tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılacaq. Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası, bax, bunların hər biri böyük yazılmalıdır. Ali dövlət vəzifələri bəs necə yazılacaqdır? Azərbaycan Respublikasının prezidenti, hamısı böyük yazılmalıdır. Azərbaycan Respublikanın birinciyə qədər böyük yazılacaq, amma vitse-prezident dedikdə artıq kiçik yazmalısınız. Azərbaycan Respublikasının baş naziri, deməli, başa qədər böyük, naziri sözü balaca yazılmalıdır. Azərbaycan Respublikası Milli Məclis böyük, sədirlər çoxdur deyə balaca yazılmalıdır. Yenə deyirəm, uşaqlar, prezident bir dənə böyük yazılır, birinciyə qədər böyük yazılır, birincidən sonra kiçik, baş böyük, nazir balaca, Milli Məclisin sədri. Dövlət orqanlarıdır, qurumlardır, birlik, cəmiyyət, akademiya, kollec, teatr. Yəni bunlar olanda bəs necə yazılacaqdır? Bütün sözlərin birinci hərfi böyük yazılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti. Bax, hamısı böyük yazılmalıdır. Azərbaycan Respublikasının Milli Məclisi hamısı böyük. Amma sədri desəm, sədr sözü balaca yazılacaq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Yadınızda qalsın ki, naziri dedisə balaca, amma nazirlik oldusa böyük hərflə yaza bilərsiniz, lıqla olanları. Bax, görürsünüz, burada nazirlik deyir, böyük yazmışam, amma burada naziri deyib, balaca yazmışam. Fikir verin. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına balaca. Deməli, mürəkkəb adların içərisində ixtisara düşən bəzi sözlər verilməyə də bilər, bəzi sözlər balaca yazıla bilər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, hamısı böyük, YAP. Bu ixtisarı necədir? YAP, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə, vədi, üzrədir. Bunlar balaca yazılır. Dövlət xidməti, çünki bunlar köməkçi sözlərimizdir. Bakı şəhər icra hakimiyyəti, hamısı böyük. Ağstafa rayon təhsil şöbəsi. Yadınızda qalsın ki, əgər şöbə sözünün əvvəlində hansısa rayonun adı çəkilirsə, o şöbənin özü də böyük yazılacaq. Çünki Ağstafada təhsil şöbəsi bir dənədirsə, deməli şöbə böyük yazılmalıdır. Amma Bakı təhsil şöbəsi dedikdə, bax, görürsünüz burada da Bakının adı çəkilirsə, deməli şöbə böyük yazılmalıdır. Əgər rayonun adı varsa, rayonda bir dənə şöbə varsa, şöbə sözünü siz mütləq ki, böyük hərflə yazmalısınız. Çox düşür bu. Yəni bunu da əzbərləməyinizi xahiş edirəm. Daha sonra keçirik, baxaq nələr. Azərbaycan Respublikasının dövlət himni. Böyük yazılır, rəmzimizdir. Beynəlxalq ana dili, gün, xüsusi günlərdə günün özü belə böyük yazılmalıdır. 8 mart necə yazılacaq? 8 əgər rəqəmlə yazılırsa, mart
böyük yazılır. Amma 8 hərflə yazıbsa mart kiçik yazılacaqdır. Beynəlxalq Qadınlar Günü. Bax 8 martda mən Qadınlar Günü dedim. Bir dənədir o gündən. Gün böyük yazılır. Dünya Azərbaycanlıların Həmrəylik Günü. Bir dənədir. Gün böyük yazılır. 20 yanvarı mən əgər hərflə yazdımsa yanvar balaca. 28 may hərflə yazdım, mayı balaca yazıram. 8 mart hərflə yazıram. Çünki 8-in özünü böyük yazmışam da. Martı balaca yazıram. Qurban Bayramı. Bayram heç vaxt dırnaqda yazılmır. Novruz bayramı dırnaqda yazılmır. Daha sonra Respublikada Səhiyyə Naziridir. Azərbaycan Respublikasının Kənd Təsərrüfat Naziri kimi ifadələrdə səhiyyə, nazir, yəni vəzifə bildirən və sahə bildirən sözləri kiçik hərflə yazmalısınız. Tərkibində lisey, gimnaziya və məktəb, fakültə, şöbə kimi olan sözlərdə ilk söz böyük, sonralar kiçik yazılır. Və liseyin adını balaca yazıram, amma Avropa böyük, vəqfi balaca yazıram, dəyanəti böyük, humanitar fənlər gimnaziyası, humanitar böyük yazır, amma fəndir, gimnaziyada balaca olacaqdır. Humanitar siyasət məsələləri şöbəsi, uşaq gənclər şahmat mərkəzi sadəcə birinci böyük yazılır. Ümumiyyətlə məktəbdir, gimnaziyadır və məktəb şöbə. Bunlarda yalnızca birinci böyük yazılacaq. Nəsimi adına Dilçilik İnstitutu deyəndə isə Nəsimi də böyük, Dilçilik də böyük, institut da böyük yazılır. Adına balaca. Terminologiya şöbə. Bayaq dediyim kimi şöbə balaca yazılacaqdır. Sakit okean. Sakit böyük okeandır, dənizdir, çaydır, göldür. Bunların birinci hərfi böyük yazılır. Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şəhidlər xiyabanının çox vaxt uşaqlar elə bir dırnaqda yazılır, dırnaqda yazılmır. Şəhidlər böyük yazılır, xiyaban balaca, saray, Saadət sarayının dırnaqda yazılmır, qala adlarıdır, Möminə xatın, yəni tarixi abidələrimizin adları düşünün dırnaqda yazılmayacaqdır. Türbədir, qaladır, abidələrdir, boğazdır, daha sonra mil düzüdür, birinci böyük yazılır. Culfa düzənliyi görürsüz. Dırnaqsız yazmalısınız. Fəxri adlar özə hissəsi təşkil edən ilk söz böyük yazılır. Məsələn, əməkdar müəllim. Siz əgər bir cümlədə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi deyirsinizsə, əməkdara qədər hamısı böyük olacaq, əməkdardan sonra balaca. Əməkdar böyük, müəllim kiçik. Əməkdar incəsənət xadimi, əməkdara qədər hamısı böyük olur. Bax, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi desəniz belə, əməkdara qədər Azərbaycanda, Respublikada əməkdar da böyük. Xalq şairində bir dənə xalq böyük olacaqdır. Azərbaycan milli qəhrəmanında hamısı böyük olmalıdır. Qəhrəman sözünü siz balaca yaza bilmərsiniz. Sovet İttifaqı qəhrəman, qəhrəman sözü hər zaman böyüklə yazılır. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal və artıq bunlar dırnaqda yazılmalıdır. Vətənə xidmətə görə orden adları dırnaqda yazılır. Xüsusilənmə, fərqlənmə bildirdiyinə görə medal adı dırnaqda yazılır. İlk hərf böyük yazılır. Ata və oğul povest. Povestin adı dırnaqda yazılır və ilk ata böyük yazılır. Balet adıdır deyə 7 gözəl dırnaqda 7 böyük yazır. Gözəl böyük yazanda səhvdə, bəzən testlərdə gözəl də böyük yazır. Uzaq sahillərdə film adıdır deyə dırnaqda yazılacaq. Yalnız uzaq böyük yazır. Azərbaycan qəzeti, qəzet adıdır deyə dırnaqda yazılacaq. Yalnız Azərbaycan böyük yazılır. Cücələrim kafesi, kafe adı dırnaqda, mağaza adı dırnaqda yazılacaqdır. Bahar mağazası dırnaqda və böyük. Mineral suyun adını biz dırnaqda yazırıq. Xalq qəzetinin bugünkü nömrəsi dedikdə görürsüz dırnaqda yazmışıq. İlk tamaşa dedikdə 7 gözəl əsərdir deyə dırnaqda yazılacaqdır. Hacı Qara, Mirzə Fətəli Axundzadə, Mirzə öndədir deyə böyük yazılır. Amma şahı sona gətirəndə addan sonra gələndə balaca yazılır. Seyid Əzim, Sultan Süleyman, baş Şah İsmayıl görürsüz burada böyük yazılıb, amma Nadir Şahda isə biz onu balaca yazdıq. Çünki şah öndə gələndə böyük, sonra gələndə kiçik yazılacaqdır. Ağa, bəy, xanım kimi tuturlar. Adların tərkib hissəsi kimi işləndikdə bitişik yazıla bilər. Ağa Cavad, Ağa bəy, Əli bəy, xan oğlan, böyük xanım. Onda mürəkkəb söz əmələ gətirəcəkdir. Bitişik yazılanda buna siz mürəkkəb söz deməlisiniz. Mürəkkəb ad demirsiniz. Həmin sözləri adlara qoşulada Abbasqulu Ağa Bakıxanov bu mürəkkəb addır. Nəcəf bəy Vəzirov. Yəni siz çalışın ki, mürəkkəb adla mürəkkəb sözü fərqləndirin. Mürəkkəb söz başqadır, ad fərqli bir şeydir. Ad mürəkkəb adlar söz birləşməsidir. Mürəkkəb sözlər nitq hissəsidir. Fatma xanım Kəminə. Baxaq daha sonra. Ümumiyyətlə mürəkkəb adların yazılışı haqqında bu qədər. İndi isə mürəkkəb adların bir neçə deyilişi haqqında sizə məlumat verəcəm. Mürəkkəb adların tələffüzündə nələr baş verir? Məsələn, Elmlər Akademiyasının tələffüzü EA kimi yazılır, qısaldılması EA. Dövlət Təhlükəsizlik Xidmətinin tələffüzü DTX, DTX kimi tələffüz olunur. Bəzən bunu X kimi tələffüz edirlər. Qısaldılmasını DTX. Xeyr uşaqlar, bunun tələffüzü X kimi olacaqdır. Yəni sən burada X
X-nın öz tələffüzünü biz ayrılıqda X kimi tələffüz olunur, yoxsa X kimi? X kimi eləyirsə, deməli siz də bunu X kimi tələffüz eləməlisiniz. Və yaxud da növbəti Bakı şəhər təcili təxirə salınmaz tibbi yardım stansiyası. Baxın, qısaldılması budur. BŞTTTYS kimi tələffüz eləməlisiniz. Siz, yəni, öz samitine uyğun tələffüz eləməlisiniz. Daha sonra Avropa Şurası AŞ. Amerika Birləşmiş Ştatları ABŞ, ABŞ kimi, ABŞ kimi tələffüz olunacaq. Yaxşımı? ABŞ incə saytlarına. Ümumdünya Demokratik Gənclər Federasiyası UDDCF. Yəni biz əgər bunun uyğun şəkilçisi artırsaq belə, biz bu qısaltmaya uyğun artırmalıyıq. Məsələn, artırırıq ABŞ-ın şəkilçisini ABŞ in artırmalıyıq. Çünki bu şeydir. Şey incədirsə, incə sayt artırmalıyıq. Siz bura ın sayt, ilə başlayan sayt artırmayın. Yəni siz qısaltmaya uyğun artırmalısınız. Məsələn, Yeni Azərbaycan Partiyası yapdı. Bütöv Azərbaycan Birliyi BAB, B kimi tələffüz olunacaqdır. Daha sonra buna baxın. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tələffüzünə diqqət yetirək. ÇHV-TİC kimi tələffüz olunacaqdır. ATƏT sözü heca tələffüzü ilə deyilir. Məsələn, ATƏT kimi biz bunu yəni hecaya ayıra bilərik. Biz bunun hecayı necə ayırırıq? A kimi hecalara ayıra bilərik. KAMAZ, Kama avtomobil zavodu, KAMAZ kimi ayırırıq. Daha sonra biz buradan deyə bilərik ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi. Mən bayaq dedim, nazirlik yolunda hamısı böyük yazılacaqdır və köməkçi sözdür, balaca yazıla bilər. ƏƏSMN, ƏƏSMN kimi tələffüz olunmalıdır. İndi baxın, sizə burada bir diqqət çatdırın ki, deməli qısaltmalarda da uzun tələffüz olunan sözlərə yer verilir. Görürsüz burada bu uzanıb ƏƏSMN. Niyə görə uzanıbdır? Biz bilirik ki, M və N deyilir. Amma digər samitlərimizdə, məsələn, G deyirik, T deyirik. Amma M-nı samitlərimizdə biz burada saydı önə artırırıq. Burada da S, M və N kimi tələffüz olunur. 2 dənə E yanaşı gəlib, biri düşüb və digəri uzanıb. Yəni biz mürəkkəb adlar tələffüz edəndə qısaltmalar uzana bilər. Bəzi qısaltmalar yazıldığı kimi tələffüz olunur. Azərnəşr ilə Azərnəşr, Azneft kimi də tələffüz oluna bilər. Bir dənə onu yadda saxlayın ki, mürəkkəb adlar söz birləşmələridir və mürəkkəb adların qısaltmaları haqqında da sizə danışdım. Bunları bilsəniz kifayətdir və mürəkkəb adları mütləq şəkildə hökmən kitabdan oxuyun, yazılışları da yadda saxlayın. İstəyirsiniz bir dəfə də sual-cavab eləyək görək. Dedim ki, məsələn, Orxan Yenisey abidəsi necə yazılır? Orxan Yenisey böyük, abidə balaca ilə. Mağaza, kafe adları necə yazılacaqdır? Bəli, böyük və dırnaq içərisində. Daha sonra qəhrəman olanların hamısı böyük, xüsusi gün adları günün özü də böyük yazılır. Naziri olanda balaca, nazirlik olanda isə hamısı böyük yazılmalı idi. Daha sonra dedik ki, naziri olanda balaca olacaq, amma nazirlik olanda böyük yazılacaq. Bəs yaxşı, Azərbaycan Respublikasının baş naziri deyəndə baş böyük, naziri isə necə yazılırdı? Balaca yazılırdı. Azərbaycan Respublikasının birinci vitse-prezidenti deyəndə birinciyə qədər hamısı böyük, vitse-prezident isə balaca yazılırdı. Bəs yaxşı, 8 mart deyəndə 8 mart rəqəmlə yazılıbsa böyük, bəs bir cür yazsam 8 mart. Bax, 8-i burada mən böyük yazdım. Martı amma balaca yazmalıyam. Yaxşımı? Bəs yaxşı, 20 yanvarda yanvar necə yazılır? Böyük yazılmalıdır. Daha sonra bəy, xan, bu titullar olanda şah, məsələn, Nadir Şah yazıramca necə yazacağam? Nadiri böyük, şahı balaca. Amma Şah İsmayıl Xətai deyirəmsə, şah böyük olacaq, Şah İsmayıl Xətai kimi yazılacaqdır. Öndə gələndə böyüklə yazılmalıdır. Bəs yaxşı, Bakı şəhər təhsil şöbəsi, Ağstafa rayon təhsil şöbəsi, Bakı
Belə deyək də, Ağstafa rayon təhsil şöbəsi dedik necə yazılır? Ağstafa rayon da böyük, təhsil də böyük, şöbə də böyük yazılmalıdır. Çünki bir dənədir ondan. Daha sonra nə keçdik biz orada sizlə? Milli Məclis, Azərbaycan Respublikasının Milli Məclis hamısı böyük, sədri isə balaca yazılmalı idi. Bəs yaxşı, dedik ki, əməkdar Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Dedim, əməkdara qədər hamısı böyük, amma incəsənətdir, xadimdir. Bunlar isə balaca ilə yazılmalıdır. Bunları yadda saxlayın. Sağ olun, salamat qalın.